bir mövzu var. Keçmiş nazir Firudin Cəlilov Ramiz Mehdiyev haqqında bir ifadə işlədi ki, Ramiz Mehdiyev müstəqillik aktına qol çəkən deputatlara divan tutub birbaşa göstərişi ilə və bilirsiniz ki, Ramiz Mehdiyev haqqında bir neçə gün bundan qabaq xəbər çıxdı ki, ağır xəstələnib və onun üzərinə təcili yardım gəlib, təbibdən qəbul etməyib, özəl briqada, həkim briqadası hansısa özəl klinikaların birindən gətiribdi. Amma öz aramızda o qızın bir qucaqlaşmaq, nə bilim, erməni ilə qucaqlaşmaq, öpüşmək artıq gündəmi dəyişdi. Bilirsiniz niyə? O qədər həssas mövzudur. Ermənistan-Azərbaycan münasibətləri o qədər həssas mövzudur. Son dərəcə diqqətli olmaq lazımdır. Və demək Firudin Cəlilov deyir ki, Aqil bəy, mən elə bu barədə biz xırda müzakirə aparırdıq sizlə. Mən bir söz deyim, bu mənim yenə öz fikrimdir, amma indi keçəcəm, məlumatlara keçəcəm. Məsələ nədən ibarətdir? Demək, öz içimizdəki ermənilər içimizdə var da. Bəli. Yəni milli ermənilər. Milli ermənilərdən söhbət gedir, dırnaq işarəsində. Milli erməni nədir? Demək, sənlə bir yerdə oturur, sənlə bir yerdə hərəkət edir və səni satır. Amma o qarşıdakı erməni ilə sən səngərdə bir yerdə döyüşürsən. Bilirsən ki, səngərin o başında ermənidir. Bəli. Görün də hansı təhlükəlidir. Yox, içimizdə milli erməni. İçimizdə olan o dırnaqarasılar. Yox, mən sizə bir söz deyəndə bilirsən ki, düşmənin solda snayper postudur, sağda TŞK postudur, nə bilim filan sahə minalanıbdır, sağ cinahdan bu hücum gələ bilər, buradan tank gələ bilər, bilirsən və özünü müdafiə edirsən, üzbəyüz dayanıbsan. Bu təhlükə deyil. Təhlükə Subut müəllimin dediyi o milli dırnaq işarəsində ermənilər ki var, bu deyil Bakıda, vəzifələrdə. Təhlükə onlardadır. Buyurun Subut müəllim. Mən onu demək istəyirəm ki, doğrudan da biz bunlardan özümüzü qorumalıyıq. Onsuz da bilir ki, sərhədimizdə əskərimiz bizi qoruyur. Amma daxildəki o satqınlardan qorunmağımız çox çətindir. Ona görə də ayıq-sayıq olmaq lazımdır. Dəyərli dostlar, istəyili tamaşaçılar, bu keçmiş nazirlərin Ramiz Mehdiyev haqqında dediyi fikirlər doğrudan da sensasiya doğrudur. Çox vacib məqamlar var orada. Diqqətlə qulaq asın, xahiş edirəm. Elə biz anonsda da bu arada məlumat vermişdik. Azərbaycanın keçmiş təhsil naziri, deməli, Milli Məclisin sabiq deputatı Firudin Cəlilov, Prezident Administrasiyasının eks rəhbəri akademik Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib. Diqqətlə qulaq asın. Yeni Sabahın xəbərinə görə bu barədə OTV Azərbaycan YouTube kanalına müsahibəsində danışıb. Firudin Cəlilov Prezident aparatının keçmiş rəhbərinin təkcə Rusiyanın adamı və ya Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib. O eyni zamanda qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri çox yüksək səviyyədə olub. Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu onun ermənilərlə əlaqələrinin mənbəyidir. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu. Sabiq nazir həmçinin Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib. Ramiz Mehdiyevin əmlak şəhərindən alınmalı, o həbs olunmalıdır, onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün ərzində, dəyərli dostlar, yəni gün üzünə çıxarılmalıdır da, yəni ortalığa çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini heç vaxt gizlətməyib. Firudin Cəlilov həmçinin əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutturub. Bax, o çox vacib məqamdır. O müstəqillik aktına indi yəqin ki, bu barədə geniş açıqlama olacaq, dəyərli dostlar. Amma hansı millət vəkilləridir və yaxud da ki,
adları kimlərdə onu özündən inşallah indi biz məsələ ilə bağlı məlumat alacağıq. Amma hələlik açıqlamayıb, amma bu barədə məlumat verib. Eyni zamanda bildirib ki, Ramiz Mehdiyev öz fəaliyyəti ilə ölkə üçün fəlakət olacağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb. Çünki o Ermənistanın göstərişlərini icra edirdi. İstintaq onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırılmalıdır. Qeyd edək ki, Firidun Cəlilov 92-93-cü illərdə Təhsil Naziri vəzifəsində çalışıb. Dəyərli dostlar, hörmətli tamaşaçılar, bax mənim bu demək... Misir Mərdanovla bağlı... Misir Mərdanovla bağlı, bilirsiniz, o biraz... Misir Mərdanov hətta Tərtər işində ittiham eləmişdi. Ramiz Mehdiyevi. Niyə o ifadanı işlətdi? O maraqlıdır. Çox maraqlıdır. Misir Mərdanov da Ramiz Mehdiyevin əleyhinə açıqlamalar verib, amma bəzən sosial şəbəkələrdə... Misir müəllim, bilirsiniz, indi qonşu olmaq olar. Yəni, bağ qonşusudur Ramiz müəllimlə. Belə ifadə edirlər, məlumat yayılır. Bağ. Bağ qonşusudur, yəni belə indi Misir müəllim elə bu son çıxışlarında, son neçə dənə çıxışına baxmışam, Ramiz Mehdiyevi çox ciddi formada tənqid edib. Misir müəllim belə yaddaşlarda qalıb və onun bəzi mətbuat orqanlarında... Həbs olunmamış da onu tənqid edirdi. Bəli, onu həbs olunmamış da tənqid edirdi, amma bəzi adamlar, bəzi saytlarda informasiya vermişdilər ki, belə məlumat yazılmışdı ki, Misir müəllimin elə Ramiz Mehdiyevin əsas adamlarından da biri Misir müəllimdir. Elə deyirlər. Amma Misir müəllim bunu da bu haqda da məlumat verdi, mövqe bildirdi. O qeyd elədi ki, mənim onun adam olmağıma heç bir əsas yoxdur, çünki elə onun əleyhinə danışanlardan biri də mən olmuşam. Və o qeyd eləmişdi ki, mən dəfələrlə akademiyanın nəzarətində də onun Riyaziyyat İnstitutunun direktorudur Misir müəllim. Akademiyanın nəzdindədir, Azərbaycan Milli Elmlər Akademiyasının. Dəfələrlə deyir, müəyyən məsələlərlə bağlı biz müraciət eləsək də, biz onunla heç vaxt əlaqə qura bilmirdik. Bu Misir müəllimin fikri idi. Və bir də demək, bu işsizlərin tibbi sığortaya 16 manat ödəməsi ilə bağlı bir açıqlama gəldi bugün ki, detallar açıqlandı, məcburi deyil. Amma güya deyirlər ki, 16 manat ödəməlisən, ödəməsən 10% cərimə yazılacaq. Musa Quliyev bir açıqlama verib, demək, Qafqaz İnfoya. Musa Quliyev nə deyir? Komitə sədri bildirib ki, icbari tibbi sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxsin sığorta hadisəsi baş verişdə onlara dəyən zərərin, xəstəliyin və zədəyin arada qaldırması üçün maliyyə təminatının yaradılmasıdır. Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə, bu icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanlar dövlət öz təminatını götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə icbari tibbi sığorta haqqı əldə edirlər. Və kimsə istəməsə icbari sığorta ödəsin, özəl qaydada, özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman Cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olurdu. Onun sözlərinə görə məşğulluqdan asılı olmayaraq hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu müvəqqəti keçid qayda idi. İndi tibbi sığorta haqqında qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər, uşaqlar, əlilliyi olan şəxslər, pensiyası istisna olmaqla formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni, bir vətəndaş işləyirsə, yüksək əmək haqqı alırsa, öz əmək haqqından yüksək icbari tibbi sığortalar ödərsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidirlər?
Bu suallar da cəmiyyətdə çıxa bilər. Yəni bu mənada 16 manat böyük vəsait deyil, bu eyni zamanda vətəndaşların əmək haqqısından leqallaşdırılması iş yerlərinin qeyri-formadan formala keçməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu müsbət addımdır. Hörmətli izləyicilər, müsbət addımdırmı? Musa Quliyev deyir ki, bu müsbət addımdır. Qanun qəbul olunandan sonra İcbari Tibbi Sığorta Agentliyi qaydalara müəyyənləşdirəcək. Bunun ən sadə mexanizmi hər kəsin öz poliklinasına müraciət edərək sığorta kartı almasıdır və hesab açdırmaq. O hesabada vəsaiti ay-bay ödəməkdir, yaxud da 1 illik sığorta haqqını ödəmək də mümkün olacaq. Hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2%, işə götürən də 2% olmaqla bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Söz gedən qanuna dərk edildikdən sonra müəyyən kateqoriya daxil olan şəxslər istisna olmaqla əmək potensialı olan şəxslər də ayda minimum əmək haqqının 400 manat, 4% cəzmə, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Bu da 16 manatla bağlı.